Dördüncü hekayə. İstanbulda bir qadın. Hövüşnə və yalqızlıq nağılından 3 İstanbul hekayəsinin 4-cü hekayəsidir. Bu nağılı İranlı mültəcilərdən olan bir yazar payız günlərinin bir günündə yazıbdır. Bir yazarın hekayəsidir ki, özü istəyərək sürgün yaşayıb, sevgilisindən uzaq, yalqız qalmağı canına almışdır. Lidi Çaterli, Lawrence hekayəsi, Dəniz quşu macərası, Çexov və Lidiya hekayələri kimi limanlarda, alış-veriş mərkəzlərində və İstanbulun xiyabanlarında dolaşırıq və o danışır. Mən isə onu dinləyirəm. Bəzi yerlərdə duruxsunub və birlikdə orada olduqlarından deyir. Hələ də qadının onun yanında var oluşunu hiss edir. Qadını tapıb onun da hekayəsini eşidirəm. Kişinin başa-baş sözlərində olan alagözlər və qara tum saçlar diqqətimi çəkir. Qadın İstanbuldakı və Tehrandakı günlərdən danışır, görüşmələrdən, incikliklərdən, arkadaşlıqlardan və sevmək acısından danışır. Hər ikisinin nağılı eynidir. Hər biri öz acısından tərifləyir. Mənsə öz acımdan yazıram. Oxuyan hər kimsə də öz acısından oxuyacaq. İranlı yazar deyir, nə zaman bizim hekayəmizi yazmaq istərsən, biri varmış, biri yoxmuş, nə Allah varmış, nə insanla başla. Pindikin yaxınlığında ora yetişməmiş hətta dənizi görüncə sevgilin İstanbula çatırsan, mənsə necə də sevinclə ona sarı gedirəm. Yolun bütün yorğunluqları və ondan uzaq olmanın sıxıntıları bir göz qırpımında arxamda qalır. Gecənin son saatlarında İstanbulun başqa bir halı havası var. Başım qızmış, sərxoş meyxanadan evə qayıdıram. Bilirəm, heç kim gözləmir, tələsmirəm. Vodkadan başım qızışıb. Uzun illərdən sonra hələ də birlikdə vodka içdiyimizin xatirəsi canlıdır xiyalımda. Nə bardaq, nə gilas, yarılanmış şüşədən süzərkən məndən uzaq qalmış bir sevgilinin gözəl təninə, gizli sevişmənin sevinc dolu anlarına. Təqsim meydanından Aksaraya yetişmişəm. Laləli və Sultan Əhməd yolunun sonuna göz atıram. Bir siqar alışdırıram. Siqarın tüstüsü ciyərlərimə dolur. Cüvədəsinin ətri canlanır xiyalımda. Bir nəfəs daha siqara vurub xiyabandan Yusuf Paşaya sarı gedirəm. Qaldırımda kimsələr yox. Ara sıra gecə çalışan uruspular gözləməkdədir. Dükanların tabloları xəlvət qaldırımlara işıq salırlar. Qırmızı, göy, yaşıl, narenci, cilanarı pərdəyə abajorun işığı düşüncə otaqda şəhvət dolu bir ortam yaranırdı. Qısa, qırmızı ətək, ağ ipək köynək geymiş bir uruspu, ucadaban başmaq və çiynində bir çift mənə baxır. Mənim sahabım var, baxıb getirəm. Xiyaban xəlvətdir. İstanbulda yaşam heç kəsintisiz axmaqdadır. Mənim payım yaşamadan yalqızlıqdır. Vodkanın sərxoşluğu və sərxoşca sevişmələrin xatirəsi bürüyübdür məni. Xatirələrin yolçusuyam. Gündüzün hayköyündən yorulmuş səssiz bir gecədə dayanıram. Ona baxıram. Tanış deyil. Bir nəfəs siqar çəkirəm. Yola düşürəm. Tədrişin qaldırımlarında, Dərbəndin qaldırımında, tüstülü Tehranın səhər çağlarında və Topqapının gecə çağında bir tramva geçir. Gündüz çabalarında yorğun və yuxulu yolçular başlarını cama dayıyıblar. Limanın gecə əsintisinin sərinliyi uzun qara saçlarının dalğalarını dənizin havasına tapşırıbdır. Divarın kənarında Suriyə avarələrindən olan bir qadın qızı yanında. Əlini gəlib gedənlərə uzaldıb dilənçilik edir. İnsana bax. Körfəzin bölçlü havasını siqar tüstüsü kirləndiribdir. Üzüntü və həsrət dolu bir ah çəkib yoluma davam edirəm. İnsancılıq çağı necə də gözəl insanları mal-dövlət ticarətinin qətlgahına sürəkləyibdir. İnsana bax, bax gör necə məsumcasına torbaya salınır insan. İnsancılığa bax, bir uşaq gəlir yanıma, bir bala qızcığaz, Suriyə avarələrindən dilənçliyə açıb əlini. Lirəyə vahidallahu yəkrəm, həqqul taam, ənə Suriyə.
Bir sikkə qoyuram ovcuna, getirəm. Zehnimdə qalarğı olur. Azanın səsi İstanbulun ortamını boğur özündə. Qaldırımdan Bəkirköyə sarı yeriyirəm. Günlərin birində birlikdə Fındıqlıdan keçib Kadıköy sahilində qara dəniz salıb oynamasının tamaşasına durduq. Baxışlarından ürəkmədən əl-ələ sevinci ilə başını çiynimə dayayıb, heyrətlə qaraçı qadınların oynamasına baxdın. Bunlar hamısı mənim səndən düşündüklərim idi. Həmən indicə də düşünməkdəyəm. İstərəm yanımda olaydın. Mən sənə dinləmi deyərdim. Sən isə üzünü mənə tutaydın. Mən də sənə hekayəni tərifləyəydim. Birinci hekayə. Cəmidən ənincə gedəcəyim yolu tapım deyə biraz doruqsundum. Kadıköydən minmişdim. Əminönüdə ənmişdim. İstirdim Əyasufiya və Süleymaniyyədən yeriyərək Aksaraya gedəm. Heyrətlər içindəydim. O gözlərin zilləmiş mənə baxırdı. Gözlürdü bir başımı tərpədim, ya bir işarə edim. Ya nə isə bir söz deyim, baxışına şaşqınam, gözlərinin yorğunluğundan bəlli idi. 2-3 saat Tehran gecəsini və Türkiyə səhərini ürək tökücü qorxunc bir uçuşda yaşayıb, uzun barmaqları ilə kitabı köksünə sıxır, varoluşunu onun səfərlərində görürəm və gileylərini öykümdə yazıram. Yaşam öyküm, gözümü tikirəm üzünə, arıq yanaqları, qulaqlarında inci sırğası var. Ala gözləri, istək dolu yanan dodaqları var. Getirəm, getir, istək boyalı özləm və şaşqınlıq içində. Cəmiyə mindiyimdə, getib camın kənarındakı nimçətdə oturub dənizin tamaşasına daldım. Mənim sənə görə düşündüklərim bunlar idi. Yazımı oxuyub hər cümləsində özünü və mənim sənə düşündüklərimi tapacaqsan. İstanbul körfəzinin duruluğu, xiyal etdiklərimin royasını yuyur. Gerçək həmən indi var olan şeydir. Mən bir işsiz adayam. İstanbulun dalğalı dənizində, anılar və xiyallarının caynağına tutsaq düşmüş bir ada. İstanbuldakı qadından söylənən hər bir hekayət, qondarma bir hekayətdir. Yalqızlığımızda yaşadığımızdan sevayı. Sən ayrılığı axmaqlığa qatıb həm mənə, həm də özünə bir ada yapdın. Bunlar hamısı mənim səndən sandıqlarımdır. Mənim güclüyümdə, sənin isə gücsüzlüyündə ayaq tutub yaşamda itirdiyim zamanı mənə armağan edən imgələr. Gerçəklərə pərdə çəkən imgələri, gerçəklərin yerinə oturdan bütün hər şeyi sənin gücsüzlüyün, mənim isə dayanışmam idi. Bosfor boğazının sularında aydan bir rəsim parçalarını əks edir. İstanbulun dəniz fənəri sönükləyə qapılıb. Kapitan gəmini limanda dayandırır. Heç bir yolcu limana gəlməyir, heç bir nağıl söylənməyir, heç bir hekayə oxunmayır, heç bir əl arxadaşca sıxmayır bir əli, heç bir Məryəm gülü alınmayır. Sevgidən heç bir söz gəlmir ortaya, səssizlik, mütləq bir səssizlik İstanbulu içinə alıbdır. Bəyoğlu geti idi, səssizdir. Yaşar Kəmal Adana çöllərini İncə Məmmədsiz oxuyur. Əziz Nəsin Məlihin gülüşlərindən boşalıbdır. Sadıq Hidayət qələmdanın üzərinə qarasatlı, alagözlü bir qadının əndamını çəkməyir. Kör Bayquş Rey şəhərinin karabalıqlarında oxuyur. Sevinçsiz qadın mənim xiyallarımdan bir gerçəkdir. Mənim yaşamımın qorxu gecəsi, mültəcilik illərindəki sevgi, məşrutiyyətin sevgisəl gizləri və Səbiyyə hava limanında İstanbulun aydınlığa açılan bir səhər vaxtı və Ankaranın gecəsində durdurulan nağıllarda yazılır. Onun səsi gəlincə başımı döndərib limana baxıram. Liman yolçuların hayküyündə itibdir. Bir dəniz quşu başımın üzərindən uçub geçir. Heç bir səs yoxdur. Apartmanın xəlvətində səsinin havası cingildəyir. Gecənin pıçıldayışlarından, gündüzün hay bıdırıqlarından səsinin ahəngi beynimə saçılır.
baş döndərib baxıram, kimsə yoxdur. Başımı yazılarımdan qaldırıram, kimsəni görmürəm. Bunlar hamısı mənim xiyallarımdır, deyir yalqızam. Səs uzaqlardan gəlir, İstanbuldan çox uzaqdan, Tehrandakı bir otoyoldan, Bircəndəki bir küçənin döngə buruğundan, Bazərqan sınırının dağlıq və şehli yollarından, səsi tarixi minilliklərinin içindən gəlir. Azərbaycan aşıq mahnılarının yansımasıdır. Saray trajedisinin səsləndirərkən, bir qoyun təkində Tahirə bağırır, sevginin yalqızlığını çağırır. Mən isə bütün səsləri onun səsinin xiyalında eşidirəm. Sınıra sarı gedən otobusda başımı cama dayayıb İran təbiətin son həcminə baxıram. Təbriz, Maçı, Bazərqan, Türkiyə caddəsinin qara və cansız daşlarla dolu duzu. Çərşənbə günü İsfən ayının 3-üdür. Fikrim Tehran və Təbrizin keçən günlərdəki olaylarındadır. Bu qaçış və arxamda qoyduğum birisi bir SMS gəlir. Hardasan? Cavablayıram, sınır yaxınlarında. Yazır, vay, qorxursanmı? Hən, ürəyim tökülür, hisslərimi ona yazıram. Sınıra nə qədər qalır? Yarım saat qədər qalır, yazıram. Yazır, əllərimiz uzaqlaşır biri-birindən. Ağlamaq aman vermir cavabını yazam. Maçı düzənliklərinin sazaqdan yanmış vəhşi və sakin təbiətinə baxıram. Cümlə zehnimdə dolaşır. İçimdən bir sızlanma duyuram. Yanıb əriməmin ağrısı ürəyimə tökülür. Bütün varoluşumu silkələyir. Sınıra yaxınlaşdıqca İranı geçmişdə saxlayan bilinməz gələcəyi və yalqızlığı irəlidə tutan sınıra yaxınlaşdıqca ayrılıq acısının yandırıcılığı daha da dərindən hiss edirəm. Əllərimizin bir-birindən uzaqlaşırın ağrısı başımda, ürəyimdə, əlimdə, qollarımda, ayaqlarımda və daha çoxalmaqdadır. Bütün gövədəm bu ağrının baskısı altında yencilməkdədir. Çiyin çantam əlimdə, yağışın damcı-damcı çiləntisi altında sınır xəttinə götürən yoxuşda yeriyirəm, sınıra yetişməkdəyəm. Bütün gövədəmi İranda qalmış zehnim və ürəyimlə gələcəyin bəlirsiz və tanınmış sınırlarına sarı sürəkləyirəm. İstəmədən təkrarlayıram. Əllərimizin bir-birindən uzaqlaşmaqda, cümlə məni təkrarlamaqda və bütün vücudumda yerləşməkdədir. Ayaqlarım getməz olub, dayanıram, qarşıya, sınıra baxıram, dönüb İrana tikirəm gözümü, uzaqlarda yağışlı havası ilə Maçı düzənliyi və Bazərqan şəhrini görürəm. Lap bu yaxınlıqlarda əllərimizin bir-birindən uzaqlaşmasının gerçəyini görürəm. Bütün ufuğa sarılmış və gözlərini sevgi uçurum olan o ala gözlərini qaçınmadan bağırırlar, əllərimizin bir-birindən uzaqlaşmasının. Havadakı göy gürültüsü ilə gözlərinin ildırımı güvədəmə şaxıb məni belirsiz bir yönə gələcəyinin yalqızlıq bilinməzliyinə yola salırlar. Yağış gözyaşlarımı yuyur, sınıra baxıram. Ala gözləri və mehriban səsi ilə yumuşaq bədəninin ayrılmaq sınırında didərgin düşmüşəm. Nə ayağım var gedəm, nə yerim var qalam. Sınıra sarı yollanıram. Yağışlı hava bütün qaraltıları yuyur. Gözlərim yaşla dolub. Səs əllərimizin bir-birindən uzaqlaşmasının səsi vücudumu titrədir. Başımı yerə tikirəm. Bütün varlığımı saran səsinin cingiltisindən utanc duyaraq sınıra sarı yolama davam edirəm. Ayrılıqlar sınırına sarı, əllərimizi uzaqlaşdıran sınıra sarı, ötmüş geçmiş ilə bəlirsiz gələcəyin ortasından çəkilən sınıra sarı. Sən qaldın mən də, İstanbulun nəmsiliyin payız yağışı damlacıqlarını gəminin camından aslayır. Bir damla damır, bir şeyin rəngi atır, bir dalğa gəminin böyrünə çırpılır. Qutb ulduzları ufuqda sayrışırlar. Hələ də vücudumda yalqızlığın nəğməsini süsləmişəm. Sevginin təbiəti onun trajedisindədir. Vəsala çatdığında
qayıb etmək gərəkir. Uzaqlaşır, gedir, heç arxasına da baxmayır. İstanbul sahili boyunca Ortaköydən Fındıqlı və Karaköyə kimi və Hərim xiyabanında Üsküdardan Kadıköyə kimi yarpaqların ayaqlarımın altında xışıldaması onun səsini pıçıldayır qulağımda. Dərbənd dağ ətəkləri boyunca Darabaddakı evdə, Kaşanqum caddəsindəki restoranda və Təbrizin ərkindən görüş etdiyimizdə gözü gözümdə yaşamımın ən gözəl fürsətini itirdim deyirdi. Əlini əlimə alıram, yola düşürəm, gözümdən bir damla yaş axır yanağıma. Kirikkəl'ə Ankara qatarında diksinib yuxudan ayılır, dönüb arxasına baxır, bir bucağından meyxanaya yaxınlaşır. Quvaq saçları yalqız olduğunu anladır, yaşam boyunca bir yalqızlıq. Anadan sevgiliyə kimi, Tehrandan İstanbula, yalqızlıqdan yalqızlığa kimi, pəncərə kənarında oturmuş olan bir qadına baxır, xatirələrin anımsaması içinə hücum edir. Niyavərəndə, Kafə Narvəndə pəncərə kənarında oturmuşdurlar. Qadın tamamən qulaq, kişi tamamən ağız. Hər ikisinin də səsində sevgi və qorxu havası var. Bir nəfəs siqar çəkir, bir istikan raki, istirab çağında və yasaq qonumunda dostca birlikdəlik xiyalının sevdasında indi uduzmuşlar klubuna sürüklənibdir. Cəmaətin anlattığına görə Şeyx Bostanulhaq da məşğuldur. Hansısa kələməni alt yazı edir və sevincsizliklə qürbət əhvalatı haqqında bir giriş yazır. Meyxana bağlama mizrabının səsindən rəqsə gəlibdir. Bütün bəyoğlu, bütün niyavəran ilə halay çəkib, yallı gedərək bütün sərxoşları salamlayırlar. Sərdar Alışıq küçəsi Nobonyaddakı bir keçid, Ləvasanəkdə bir meydancıq və Minisitədə bir qaldırım hamısı qarşılamağa gəliblər. Bir boş raki şüşəsi və qərib bir şəhərdə Novruz gecəsindən bir xatirə, bir də talanmış olan 2 nəfərlik bir yalqızlıq. Ciz olmaq istəyirəm. Hansısa gözlər İstanbula baxır, hansısa ağız İstanbulu anladır, hansısa qulaqlar İstanbulun hekayəsini eşidirlər. Bir istikan raki onun gövədəsinin dadı ilə içdiyim vodkanın dadını verir və sevgilinin ağzından içdiyim şərabın dadını anımsadır mənə. Meyxananın havası ona düzənlədiyim və orada dostca gizlicə yerləşdiyimiz apartmanın havasına bənzəyir. Siqarımın iyi məni sərxoş elir, nə çəkdiyimi bilmirsən. Suyşertin əlimdə, qələmin kənarımda, göz yaşlarım sel olmaqdadır. Səndən uzaq olmaq çətindir. Nə qəd dözə biləcəyəm. Səsi varlığımı bürüyür. İndi səbr ilə yalqızlığı bıraq və gəl yanıma. Uzaq durmaqdan sakın, yaşamadan bir andan artıq qalmayır. Gəl də birlikdə onu xoşu yaşayalım. Mənə baxır, oxuduqlarında məni görür, acılarımla gülümsəyir. Öz xəlvətində əzab çəkir, cınqırı da çıxmır, dodağıma əllərinə dayayıb istəklicə bir öpücük qondururam onlara. İstanbul payızının yeli küçəni bürüyür, ding, 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 diling, 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 ding, ding, diling. Balıqçının çəngəlinin teli tərpəşir, balıq çəngələ ilişib. Gəmi eskələdə yan alır, yolçular səsküy ilə gəmidən ənirlər. Tədriş meydanında qiyamətdir. Qızlar, oğlanlar dəstə-dəstə mahnı oxuyurlar. Əlimi əlində bərk sıxır, gülərək kələmə ağzında dolaşır. Üzünü çiynimə yaxınlaşdırır, dodaq arası səni sevirəm deyə pıçıldayır. Sevinc dolu baxışla istəkli üzünə baxıram. Hüşnə içində tələsik yanağını öpürəm. Özünün allığı öpücüyümün əsərəkliyindəndir. Gecə ikən İstanbuldan yola düşən otobusda başını çiynimə qoydu. Yavaşca qulağıma qorxduğundan danışdı. Qara qorxularından, yolda olmağın uzaqlığından, düşlərimin qadını, xiyallarımın qadını və yaralarımın. İndi yaşam hekayəsində İstanbulda mənim yalqızlığımın anladıcısısan. Özün isə yalqızlıqda yer almısan. Öncə baxış idi, indi baxışdır və kələmədə baxışda axardır. Bir istikan daha doldur, öz sağlığımıza içəlim və sevinci ilə birlikdə olalım.
Ömür qısadır, vaxt yoxdur artıq. Məni anımsayacaqsan sevinc və kədərlərlə, küslər və barışlarla, istəklər və gərəksinəmlərlə, başımızın üzərindəki çırağın cansız sarı işığı, meyxananın ortamını yalqızlıq tozanağı ilə boyamışdır. Qadın bir səhifə kitabdan oxuyur. Sevgi, istilik və işıqlığın çoxluğundan soyuq və qaranlıq gözükən bir dəlikdir. Bilinməyən, sevənin və sevilənin gözündən və zehnindən qatqın olan min bir qatlı bir ortam. Yaşayanına başa-baş güvənli və rahat olan bir xəndəq. Sevgi dəliyi bir ömür sayğı, sevgi, güvənc istəyinin duyğusuzluğunu yaşayan insanlar üçün son dərəcə qəribdir. Bu qəriblik sevgi dünyasının yoldaşlığı ilə insanın bu gün və yarınlığını ardınca gətirən tanış bir dünyaya çevrilə bilir. Bu tanışsızlıq min bir qatlı dəliyin bir qatında təcrübəsizlik və didərginlik çıxmazına sonlanırsa, həmən sayğıya, sevgiyə və güvəncə dayanaraq duvarın sonunu sevgililərin üzünə açaraq sevginin gözəl ölkəsinə gedən yeni yollar göstərə bilir. Başını qaldırıb Topqapı Sarayı limanının divarına baxır. Hələ limana yetişməyiblər. Bir başqa səfhəyə baxır. Bu günlər bütün yazdıqlarım sənin üçündür. Şərabın boş şüşələri yalqızlığımın munesidirlər. Sənin ayrılığın mənə verdiyi və yaşayışımın anlamına dönüşən yalqızlıq, yaranın acısını varlığımda toxtamaz edən yalqızlıq. Hər gün limanda dənizə sarı otururam. Gəmidən enməyi gözlərkən bütün yolçuları qarşılayıram. Vədəvin ətrini aldığım bir şaxə qızıl gül, bir şaxə Məryəm gülü əlimdə, ala gözlərin, boynuvun dalında bağladığın uzun qara saçların məni dışarı dünyadan dolduran xiyaldır. Liman yolçulardan boşalır, bir qurtum şərabdan içərəm. Sonrakı gəmini gözlərkən dənizə tikərəm baxışlarımı. Arıq, uzunsov üzü, sükuta qapılmış yumulu dodaqları, cizməli nigaran gözləri və mehriban sığalayıcı əlləri, sözlərindəki zarafatçılıq, narıncıdan gözəl ayaqları və bir an dincəlmək üçün çırpınan ürəyi, səndən yadımda qalan bütün şeylərdir. Son nəfəsimdə belə sənin arzunda olacağam. Mənim bu günlərdəki sürəkli zümzümə etdiyimdir. Gəminin ilk fışqası çalınır, yolçular enməyə hazırlaşırlar. Sözcüklər oynarkən ağla girir. Hansı qural, hansı material, varsayım bizim yollarda, həmişəki vəhşi əsərəkcəsinə sevişməmizi və Dərbəndəki öpüşlərimizi və quldur gözətçilərin qoruması qarmaşasında nəfəslərimizin bir-birinə qarışmasını və əllərimizin bir-birində düyünlənməsini analiz eləsin. Hansı metafizik teorisi içdənliklə cizməli sevişmələrimizdəki qorxu və əsərəkliyi unutdura bilər? Hansı ayrılıq xatirələrimizin bunca ləzzət və dadlığını yalan saya bilər? Hansı ortam bunca arxadaşlığı arxasında qoyub onları unutqanlığa buraxa bilər? Gəminin ikinci fışqasıdır. İstanbul səhərinin aydınlığı meyxana camının qırağından görsənir. Payız gecələrinin birində Sultan meyxanasında Tehran öykülərindən bir anlatı eşitdik. Əsərəklik və darıxma amanımı kəsib, musiqi səsi dolub fəzaya, varlığımın sandıqxanasında Oğuzu, Dədə Qurqud hekayələrinin öyüdlərində 12 anlatı da oxuyuram. Gecə sərxoşluqları və yalqızlıqla sevginin uzun-uzadı anlatıları. Özümü yıxana kimi irəli gedirəm. Yaşayacağıma güvənmirəm artıq. Uzaqlıqdan itkiyə sığındım, onda yaşadım. Sən yanımda deyilsən, başqa heç kim getmir xiyalımdan. Bir şüşə boşalır, xiyalım Tehrana qanad açır. Ehtiyac dolu qucaqlaşmalara, pərdələr çəkilidir, sevgi istirəm. Sənin didərgininəm, yalqızlıq yaramı qurtu-qurtu içib, sənin xiyalını səhər açılana qədər qoynumda saxlayıram.
Səni nağıl deyirəm. Fəxrüddoulənin Əmir Ərsəlanın avarəliyi və aqibət bixeyr olmasından dediyi kimi, Məscidlər vadisi, Qüstəntəniyyənin bağrından çıxdığı qılqıntılar doğrultusunda indi isə sevgi və arkadaşlığın barınacaq yerinə dönüşübdür. İçki içmək hərimi Agostinin sevişməsinə gəlib çatıbdır. İndi zaman yalqızlığına yenilibdir. Bəyoğlunun bir bucağı içki içənlərin sığınacağı olubdur. Mən də orada yerləşmişəm. Mənim yalqızlıq və yaradəligim. Cəminin fışqası saz səsinə qarışıb. Limana gedənlər indi Dərbəndin xəlvət öz aşağısında və Təbrizin sazaqlı küçələrində yol gedirlər. Çeflilər musiqinin ahəngi ilə sevgilərini düşünərək oxuyur, qədəhlərini toqquşdururlar. Hansısa bir əl tarın telinə toxunur. Yaxınlaşırsan, xiyalımdan bilə daha yaxın. İçimə sızırsan, boynumun damarından daha yaxınsan biləmə. Yalqızlığımın qurtumlarından yerləşmişsən. Uzaq olmalar xatirələrimi yenə bilmir. Gözlərimin böyüsü İstanbulun səhər əsintisini, Tehran payızının isə yapraq tökümünü canlandırır. Başı kitabın səhifələrindədir. Bir sözcüyü oxuyunca kişinin qucağına daldığında hiss etdiyi dincliyi canlanır. Əlini saçlarına çəkir, onun cüvədəsinin ətrini hiss edir, barmaqları təninin hər yerini oxşayır, başını döndərib limana baxır. Bir kişi orada durub, əlində Məryəm gülləri, Bircənd küçələrinin dərinliyində gələcək olan bir yolçunun yolunu gözləyir. Kıyıdan gələn əsinti oxunmuş səhifələri qarışdırıbdır. Meyxananın divarları Bosforun göy sularından gələn yolçunu qarşılamağa gedib. Bir istikan raki, bir də siqar dumanı meyxananın hərimini öz içlərinə alıblar. İstanbulun ofoğunda qırmızı alatoranlıq sayrışmaqdadır. İstanbul paizinin gecələrindən bir gecə görüşmə səhərinə çatır və sevgilinin qoynunda cüvədə-cüvədəyə sürtür. Meyxanadan çıxıram. İstiqlal caddəsindən Karaköy doğrultusunda İstanbul qalası kənarından üzaşağı xiyabandan keçirəm. Dərbənd və Vəlincək üzaşağısında əlini dodağıma aparıb istək dolu öpərdim. Təbrizin Ərk qalasının əzəməti qarşısında baş əyib sevgilisinin əllərini öpən İstanbulun Qalata çöləsinin böyüklüyü kimi keçənlərə baxıram. Uzaqdan görüşür, əlimdə olmadan baxıram ona, yaxınlaşır, ayaqlarım titrəyir, özümə ələ alıram. Gəmi limanından uzaqlaşır, neçə addımlığımdadır. Tünel 3 yolunun keçdiyində bir otobusun siqnalı məni özümə gətirir. Xiyaban kənarında dururam, daha da yaxınlaşıbdır. Bədəninin ətrini hiss edirəm, onu səsləmək istəyirəm. Dilim ağzımda dolaşmır, kələmələr ağzımda yoxa çıxır. Zı səs içimdə bürülür. Qadın yanımdan keçir. Astaca. Setarın tellərindən biri qırılıbdır. Sınıq bir səs çıxır setardan. Huyuq baxıram biləsinə. Xiyabandan heç bir səs eşidilməyir. Setarın kasası səssizcəsinə nəvazəndənin əllərində qalıb. Oxuyan heç tərpəşmədən onun yanında durub. İstanbulun buludlu havası və Qaradənizin musimi yelləri yalqızlıq ahənglərini çalırlar. Burası İstanbuldur, sevgi şəhəri, görüşmələr şəhəri, ayrılıqlar şəhəri, gözəlliklər şəhəri, tartışmalar şəhəri, hünər və ədəbiyyat şəhəri, didərgin düşmüşlər və fahişələr şəhəri, haylı köylü tətilsiz şəhər, dəniz və meşələr şəhəri. Burası İstanbuldur və mən hər gün səni gözləməkdəyəm. Gəlgetli küçələrin və sevgisəl yalqızlıqların şəhəri, yazmaq və oxumaq şəhəri, yalqızlıqda yazmaq, yalqızlıqdan oxumaq, iki arkadaşın yalqızlığında oxumaq, bir meyxana, bir gilas, vodka ya da təkila, tək başıma səni və görüşümüz anırkən. Hər zaman sevirəm səni. Əli 3 Azər İstanbul. Qarşıdakı sahilə bir göz atıram. İstanbul sahilini Tehranın dağ ətəkləri və Təbrizin küçəbağı ilə zehnimi qatıb qarışdırır. Payız özünü sərələyib İstanbulun təbiətinə. İstanbulun paizi 3 ildən sonra paiz yeli, dənizin sərinliyi üzümə çırpır. Qarsonu çağırıb hesabı gətirməsini istəyirəm.
Yan mizdə bir kişinin pıçıltıya bənzər səsini eşidirəm. Qarşısındakı qadına İstanbulda bir qadının hekayəsini oxuyur. Bu sevginin açıqlaması yazmaqla qurtulmaz. Hesabı ödəyirəm. Cildin üzərinə baxıram. Elə həmən o alagözlər İstanbula baxırlar. İstanbulda bir qadın kitabını çantama qoyub restorandan çıxıb Təqsim meydanına sarı yollanıram. İstanbulda bütün yollar Təqsimə çatır. İstanbul 3 Azər 1393 25 november 2014